Allahın adı ilə və yadı ilə biz bu məsnəvi klaslarını başlayırıq. Keçmiş termidə də bizim neçə cələsə məsnəvidən klaslarımız təşkil tapdı və o klaslar zəbt olundu. Nəhayətən termin axırına biz yetişdik və bu termin başlanışından məsnəvi nişəstlərimizi bahəmlikdə başlayacağıq. Biz məsnəvidə bir dənə böyük şəxsiyyətlə tanış oluruq. O şəxsiyyət Mevlana Cəlaluddin Muhammed ibn Muhammed Balxi Rumidir. Bu şəxs təməddün İslamının bir dənə böyük mütəfəkkirlərindən olub ki, öz düşüncəyini, öz fikrini şeir qalibində gətirib və neçə kitabları bəşəriyyət dünyasına təqdim eləyib ki, bir dənəsi Məsnəvidir, Divan-ı Şəmsdir, Məkatibdir, Məcalis-i Səb'ədir, Fih-i Mafihdir. Biz Mevlana Cəlaluddini cüz عرفای بزرگ اسلامی tanırıq və bu şəxsiyyət həmişə mورد təvəccüh və iqbal böyük alimlər, məxsusən bu müasir dünyada qərar tapıblar. Təqribən günü yoxdur, ya həftəyi yoxdur ki, bu şəxsiyyətin barəsində məqalə yazılmaya, ya bir şəhərlərdə bir yığıncaq Mevlana'nın barəsində olmuyor. Pəs nigaran olmayacaq ki, birdən bu nişəstlərdə, bu yığıncaqlarda bizim tedadımız az olur. Bəlkə də getdikcə çoxala, vəli az olmaqdan nigaran olmayacaq, bərain ki, həm klasın başlanışı elə ücr olar, həm də ki, o ərəb şair deyir ki, bir dənə ərəb şair vardı, Səmuəl adında. İzəl mər'u ləm yədnəs minəl lövmi irzuhu fəkullu ridâin yərtədihə cəmilu. Vaxtı ki, insanın abrusu salim və təmiz qalsa, hər nə libas geysə, o libas ona gözəldir. تؤیرنا أننا قلیل عدیدنا فقلت لها إن الكرام لقلیل. Şair xub özü bir dənə həkim idi da, o cür ki, tarixdə nəql olunubdur, Peyğəmbər bu şairlə irtibatda idi, ya bəzən gedərdi, bunu görərdi, hətta o töhməti ki, bizim Peyğəmbərə vurulurdu ki, xub sən şairsən, bir dəlili bu idi ki, xub Peyğəmbər o dövrənin şairləri ilə də irtibatda idi, həkimləri ilə irtibatda idi, görürdü onları. Ona görə bir dənəsi həman bu şair Səmuəldir. Deyir, xanımım mənə deyir ki, mənə irad tutur ki, axı sizin tedadınız azdır. Tuəyyiruna ənna qalilun ədiduna. Mənə irad tutur sizin tedadınız azdır. Fəqultu ləhə innəl kiramə ləqəlilu. Deyir, mən xanımıma dedim ki, böyüklərin elə tedad az olar da. İnnəl kiramə ləqəlilu. Böyüklərin tedadı az olar. Məsnəvi bir dənə kitabdır ki, Mevlana çox müəddəbanə bu kitabı pərdaxt eləyibdir və pərdazış eləyibdir. Divan-ı Kəbir və Divan-ı Şəms ilə mütəfavitdir. Əgər Divan-ı Şəmsidə görürsünüz ki, birdən Mevlana özündən çıxır və bəzi vaxt səmaə gedir, bəzi vaxt rəqsəhay sufiyanə və arifanə eləyir, öz halını özgələrdən xəbər alır, o Divan-ı Şəmsidə ittifaq düşür. Amma Məsnəvidə heç vaxt siz düzü görənmirsiniz. Məsnəvidə Mevlana kamilən bir dənə alim
bir dənə alim müvəqqər və ağır bir alimdir ki, mənbərə çıxır və Məsnəvini hər yerdə eləyə bilir ki, şagirdlərinə ilqa eləsin. Məsnəvinin böyüklərin qalibi hekayət və qissədir. Yəni, در قالب nağıl və dastan və hekayət aparır qabağa. Bu qalib Məsnəvini çox yaxınladır Qur'ana. Siz Qur'ana da baxsaz görürsünüz ki, Qur'an sərasər hekayət və qissədir. در لابلای hekayət və qissələr görürsünüz ki, əhkamı deyir ya bir سخنان معنوی Qur'anda gəlir. Məsnəvi də eyni bir cürdür. Hətta Məsnəviyə irad tuturlar ki, axı sən qərardır bir dənə böyük bir irfani kitab yazasan, Mevlana'ya deyirlər. Çünki Məsnəvi bi xahişi Hüsamuddin yazılır. Gəlirlər deyirlər ki, sən qərardır bir dənə böyük kitab nəzəri yazasan, məsələn Muhyiddin Ərəbi yazan kitab kimi, Fütuhat-ı Məkkiyyə kimi, Fususul Həkəm kimi elə bir kitab yazılar. Amma sən bu işi görmüsən. Hamısında elə bizə nağıldan, hekayətdən, bundan deyirsən. Mevlana bunlara həmlə eləyir. Deyir ki, siz bu kitaba düşünmürsünüz. Xərbəti nagah az خرخانه‌ای سر فرود آورد چون طعانه‌ای کین سخن پست است. یعنی مثنوی قصه پیغمبر است و پیروی نیست در وی ذکر اسرار بلند که دوانند اولیا آن سوسمن. deyir, mənə deyirlər, şaxı burada bir böyük bir söz demisən, sən bir həkimانه, bir arifانه bir sözləri burada işlətmirsən. deyir, mən bunlara cavab verdim. dedim ki, خود بدیدید ای خسان طعنه زن که شما بودید افسانه نه من. elə bu iradı siz Qur'ana da tuturdunuz, gördünüz ki, Qur'an qaldı, əsatirul-əvvəlin dediniz, mandəgar oldu və Məsnəvi də bu cür qalacaqdır. Və Məsnəvi də bir dənə mandəgar bir kitaba təbdil olundu. Demək olar ki, Məsnəvi 6 dəftərdə yığılır. 6 dəftərdə və hər dəftəri balıq bər 50 dənə nağıl və hekayətdir. Mevlana bu hekayətlərin içində kamilən pərişləri eləyir, uçur, bəzi vaxt gəlir, ayağı yerə dəyir, bəzi vaxt yerə də dəymir. Bir hekayətdən qaçır o birisi hekayətin üstünə, ondan qaçır o birisi hekayətin üstünə. Sonradan axırda bir də gəlir hekayət-i əvvəliyyəni neynir? Nəql edir. Bərən ki, Mevlana معتقدdir ki, ey برادر قصه چون پیمانه است معنی اندر آن بسان دانه است. Biz hekayəti, qissəni nəql edirik ta به منزله bir dənə peymanə معنانı neyniyək? Biz şikar edəyək. Şikar mənadan ötürüdür bu hekayətlər və bu qissələr. Və çoxtərin nəqşi ki, bu qissələrdə və hekayətlərdə oynayacaq, mənim özüm oynayacağım. Və ona görə görürsünüz ki, Məsnəvidə Mevlana şeytanın dilicə, peyğəmbərlərin dilicə, firiştələrin dilicə, otun, ağacın, meyvələrin, bunların hamısının dilicə, ənasir ərbəə, yel, od, torpaq, gün, günəş, bunların hamısının dilicə Mevlana neyir? Danışır. Və o sənəti ki, o dəba bizə deyidilər ki, sənət personifikasyonikal ya sənət təşxis ya bir dənə cansız mövcuda can bağışlamaq, siz bunu Məsnəvidə çoxlu görəcəksiniz. بشنو از نی چون شکایت میکند از جدایی ها حکایت میکنه. elə əvvəlin beytidə siz bunu görürsünüz ki, bir dənə ney nəcr eləyə bilər şikayət eləsin. Şikayəti ki, insandan ötəridir, insandan asılıdır, amma ney gəlir, neyniyir? Şikayət eləyir. Buradan neyniyir? Mevlana başlayır. Biz demək olar ki, əvvəlin hekayəti ki, Məsnəvidən biz başladıq, keçən termidə Məsnəvinin 1-ci dəftərindən 1-ci hekayəti idi başladıq.
O birinci hekayət ki, Məsnəvinin gözəl hekayətlərindəndir, ibarətdir bir dənə padişah, bir dənə kənizəkə ya qaravaş, kənizəkə türküdə qaravaş deyərlər də, şayad çox indi işlənmir. Bir qaravaşa ürək bağlayır və aşiq olur və o kənizəki neyniyir? Alır, gətirir dərbara. Buradan neyniyir? Birinci bizim hekayətimiz başlayır ki, Mevlana deyir ki, بشنوید ای دوستان این داستان خود حقیقت نقد حال ماست آن. Siz neyiniyin? Bu hekayətə yaxşı qulaq asmalısınız. Bu hekayət elə mənim öz hekayətimdir. Mən öz hekayətimi sizə deyəcəyim. Mən onları ki, o keçmiş cələsədə olubdu, onları təkrar eləməyəcəyəm. Əgər siz klassları qabil bilsəz və şirkət eləsəz, mən onun sauti failini qoyacam sizin ixtiyarınızda. Ta siz eləyə bilərsiniz ki, ona qulaq asıb və cələsələrimizə در واقع yetişəsiz və mülhəq olasınız. Çox xülasə surətdə mən bu nağılı yetirəm o yerə kimi ki, biz idamə vermişdik. Bu hekayət belə başlanır ki, bir dənə padişahi bir kənizəkə, bir qaravaşa ürək bağlayır və bunu alır, gətirir dərbara. Elə ki, alır, gətirir dərbara, bu qaravaş başlayır nuxoşlamağa, mərizləməyə və elə ki, bu mərizləyir, padişah təslim tutur ki, tamam təbibləri yıxsın, ta bu kənizəki yaxçı eləsin. Bu təbiblər hamısı gəlirlər, deyirlər ki, bu nə mənədir, bizim əlimizdə bu su kim saatdır, bunu yaxçı eləmək çox çətin deyir. جمله گفتندش که جانبازی کنیم فهم گرداریم و انبازی کنیم. Hamımız yığışıb fikirlərimizi tökəcək bir-birinin üstünə və bu kənizəki biz burada yaxçı eləyəcək. Hər yeki az ma məsih aləmiz, hər ələm ra dar kəf ma mərhəmiz. Bizim hər birimiz bir dənə məsihik dünyada və bu dərdi biz yaxçı eləyəcəyik. Ona görə bunlar Mevlana deyir ki, bunlar ki özlərinə çox güvəndilər, çox özlərini dikətdilər, yekətdilər. Demədilər ki, əgər Allah qoysa biz bu kənizəki yaxçı eləyəcək. İnşaallah işlətmədilər. Çün inşaallah, yəni Allahın məşiyyətini sən öz iradəndə nəzərdə almaq. İrfan bir dənə xətt o məsiri bizə budur ki, sən hər ləhzə Allahın məşiyyətini öz rəftarında, öz kirdarında neynisən görürsən. Ona görə Mevlana deyir ki, bəran ki bunlar inşaallah demədilər, bunlara bir Allah dərsi vermiş olsun, bunlar kənizəki yaxçı eləyənmədilər. Cümbəcün bunun halı xərablaşırdı, ta o ki, padişah da bunu düşündü, gördü ki, در həqiqət bunun halı yaxçılaşmır. O təbibləri ötürür, gedir məscidə və orada başlayır zikr و نیاز و مناجات و ibadət و bunlara padişah orada başlayır. Və orada mürəttəb ağlayır, Allah ona razı niyaz eləyir. Ağlamaqdan sonra bu dərheyni ağlamaq bunu yuxa aparır. Mən bunun hamısının barəsində danışmışam ki, təkrar eləmirəm. Məsələn, irfanda yuxu nə məniyədir? O cələsətlərdə biz danışmışıq. Ona görə bunu yuxa aparır və bu yuxuda neyir? Görür ki, bir dənə qoca, bir dənə həkim, ilahi bir qoca gəlir bunun dalısıca, bunun yuxusuna gəlir. Orada buna deyir ki, sən nigaran olma cinan. Sənin müşkülü biz həll eləyəcəyik. Və چون برآورد از میان جان خروش اندر آمد بحر بخشایش به جوش در میان گریه خوابش در ربود did در خواب او که پیری رو نمود. Ağlaya ki bunu yuxa aparır, yuxuda neyniyir? Bir dənə qoca görür və o qoca gəlir buna deyir ki, da nigaran olma, sənin müşkülləri biz həll eləyəcəyik. Sabah bizdən bir nəfər gələcək sizə sarı və o mütəfavitdir özcə adamlarla. Görsən, görəcəksən ki, o nə cür bir mahir və haziq bir həkimdir. O gəlib sənin dərdini dərman eləyəcəkdir. در علاجش سحر مطلق را ببین در مزاجش قدرت حق را ببین.
görəcəksən ki, bu səni nə cür dərman eləyəcək. Padişah da sübh müntəzir olur, görür ki, bu şəxs gəlsin, gəlir ki, Mevlana onu təvsif eləyir ki, nə cür gəlir, eyni kölgə kimi gəlir, eyni bir dənə xəyal kimi gəlir, onu təvsif eləyir, nəhayətən özü çıxır o qocanın qarşısına və ondan istiqbal eləyir və neynir, onu qucaqlayır. O ləhzə ki, padişah çıxır o qocanın qarşısına və ondan istiqbal eləyir, Mevlana'nın yadına düşür ki, insan gərək öz yaşayışında bir ədəb irayət eləyə. Necə o həkim ondan üstündür və yuxarıdır, ona görə özü padişah çıxır onun istiqbalına. Bunun növ-i bərxurdu və növ-i danışığına bir ədəbiyyat lazımdır. Bu ədəbiyyatı Allahdan istəyir ki, Xudaya, sən mənə bu ədəbiyyatı vercinən ki, mən nə cür eləyə bilərəm özümdən yuxarı insanlarla danışa biləm. Buna bir ədəbiyyatı lazımdır. Az Xuda cuyim, tevfiq ədəb, bi ədəb məhrum gəşt az lütf Rəbb. Həmandır ki, burada şairlikdə Mevlana aşağıda gəlir. Bi ədəb tənha nə xud ra daşt bəd, bəlkə atəş dər həmi afaq zəd. Təh özünü yandırmır ki, özgələrini də, dünyanı da o da çəkir. Bi ədəb insan, Mevlana bunu deyir. Burada yadına düşür Mevlana'nın ki, biz eləyə bilərik tarixdə bi ədəbihay arifanəni misal çəkək. Bi ədəbihay dini və tarixini də misal çəkək. Bir nümunəsi qovmi Musanı misal çəkir. Bir nümunəsi qovmi İsanı misal çəkir. Deyir, Musa candan çıxdı, bunları getdi, Firavunun əlindən qutardı, getdi ora. Bir dənə sərzəmində bunlara eskan verdi. Amma gəldilər, olmayan yeməği də, içməği də bunlara Allah fərahəm eləyirdi. Gəldilər Musa'dan soruşdular ki, sən bizə hər şey vermirsən ki, bizə bir lubiya, ədəs, maş, bunlar hamısı Quranda gəlib də ki, bizə onlardan da vercinən. در میان قوم موسی چند کس بی ادب گفتند کو سیر و عدس منقطع شد خوان و نان از آسمان ماند رنج و زرع و بیل و داسمان. Elə ki Allah gördü ki bunlar bu cür bi ədəbli eləyirlər, o çörəyi də bunlardan neynədi? Kəsdi və onları orada sərgərdan elədi. İsa'nın da mövridində. İsa'nın bilirsiniz də bir dənə mucizəsi maidə idi. Maidə bir mənayı sofrədir də. Onu açırdı, hər nə mənə istəyirdi, İsa orada hazır olurdu. Özü, həvariyun, ətraf neynidilər, ondan yeyirdilər. Bir para həvariyun gəldi, süfrə ki açılırdı, hər nə mənə idi, özü ilə bir torba gətirmişdi. Başlaydı oradan doldururdu o torbanın içinə. Eyni necə bizim analarımız məsələn, Həzrəti Rüqəyyə ya Əbülfəs süfrəsi açanda görürsən, həmsayə özü ilə də bir muşamba gətirir, doldurur onun içinə ki, aparım uşaqlara, eyni bir cür bir yol. Mevlana deyir, bu düz işləyir. Bu باز عیسی چون شفاعت کرده حق خان فرستاد و غنیمت بر طبق. وقتی که o süfrəsində hər şey hazırlanırdı, باز گستاخان ədəb بگذاشتند. O gustaq insanlar deyir, gənə ədəbi qoydular yerə. Çon gedayان zəllə ha bərdاشتن. O zəllə ha, yəni həman o torbalar şey, neynidilər, doldururlar onunla. Labə kərdə İsa işan rakin. Labə kərdə, yəni yalvarırdı bunlara, iltimas elirdi ki, ax bu nə işdir siz görürsünüz? Daim است o, kəm nə gərdəd ərzəm. Bu axı heç vaxt ki, qutulmayacaqdı ki bu. بدگمانی کردن و حرص آوری کفر باشد پیش خان مهتری. Siz burada neynisiz? Bədguman olursunuz. Yəni niyyətinizi körrürsünüz. Belə fikr edirsiniz ki, gələn seyri bu süfrə açılsa, bunda heç də olmayacaqdır və bu işi siz gərək görməyəsiniz. Bəd buradan görürsünüz də o hekayətin vəsətində Mevlana hara getdi. Bir də gəlir neynir? Hekayətin özünə gəlir. دست بگشاد و کنارانش گرفت همچو عشق اندر دل و جانش گرفت. Neynir? Bunu kamil bu qocanı qucaqlayır, çəkir bağrına. Dəst و پیشانیش بوسیدن گرفت از مقام و راه پرسیدن گرفت. Bunun başlayır əl-ayağını öpbəyə, ondan sonra bundan soruşmağa ki, sən hardan gəlibsən, hardaydın sən, porsan min keşidəş tab sədr. Soruşa-soruşa bunu çəkirdi öz sinəsinə,
گفت گنجی یافتم آخر به صبر. من صبر elədıqca bir dənə böyük bir gəncən eləmişəm, əl tapmışam. Ona görə bu yol, bu nağıl bu cür idamə tapır ta yavaş-yavaş bunun əlindən yapışır, qocanın əlindən yapışır, gətirir hara? O məclisə ki, kənizək o məclisdədir. Biz təqribən keçənki cələsələrdə buralara kimi getmişdik ki, əl'an buradan mən bir beytiləri oxuyacağım sizə, beytiləri də məni eləyəcəm. Axırda da bir 5-10 dəqiqə vaxt qoyacaq ki, sizin suallarınız olsa, mənim bəhslərimin irtibatında siz eləyə biləcəksiniz, o sualları soruşasınız. بردن پادشاه آن طبیب را بر سر بیمار تا حال او را ببیند. همه görür də. Bəli. yaxşıdır, bəli. چون گذشتن مجلس و خان کرم دست او بگرفت و بردن در حرم. Elə ki o yığıncaq qutuldu, deyir ki o yığıncaq eylə ki çatdı başa, iç saraya getdilər Şamla qoşa. Bunlar ikisi də neynədilər? Qoşa getdilər o sarayın içinə ki o kənizəki görsünlər. Xanla maidənin bir balaca bir təfavutu vardır. Maidə o süfrədir ki, umumən sofrahay mənəvidir. Məsələn, o Andrejidin kitabındakı Maidəhay Zəmini hətmən tövsiyə edirəm ki, oxuyasınız. Orada görərsiniz ki, məsələn, mənəvi bir sözlər gəlir. Ya Surə-i Maidə ki, İsa'nın barəsindədir. Elə mənzuru yeməli qəzalar ki, deyir, yeməli sözlərdilər də, o mənəvi sözlərdilər. Xan da ki, o süfrədir ki, açılıb, hələ o süfrə dolmayıbdır. Gəlir də elə, çörək gəlir, su gəlir. Buna deyirlər nə mənə? Xan. Xan-ı kərəm göstərdi, divan şəmsidə gəlir. Xan-ı kərəm göstərdi, mehman خویشم کرده گوشم چرا مالی اگر من گوشه نان بشکنم نینی منم بر خوان تو سرخیل مهمانان تو جامی دو با مهمان زنم تا شرم مهمان بشکنم. پس خان bu معنیه. قصه رنجور و رنجوری بخواند بعد از آن در پیش رنجورش نشاند. رنجوری یعنی بدبختیlikdə, xəstəlik, nuxuşluq, qəmginlik. Rəncur da ki, yəni xəstədə, qəmgin. Demək olar bunun sifət-i failisi olur da. Hafızın da şerrlərində gəlib də نزدیک شدندم که رقیبان تو گویند دور از رخت این خسته رنجور نمانده است. رنجور kəlməsi orada gəlibdir. Pəs başladı onun o kənizəkin nağılını buna dedi ki, buna nə ittifaqlar düşüb. Əlindən yapışdı, getdi yavaş-yavaş o kənizəkin yanında neynədi? O tutdu bunu. Deyir, xəstə qızdan açdı söhbət bir zaman. Xəstəni axır ona verdi nişan. Bəzi vaxt ki, mən bu tərcümələri oxuyacağım bu beytidən bu tərcümələri mən Ay Heydər Əbbasidən barışmaz ki, mən bir dövrə ki Mərağədə orada dəstəyərdim. Ay Heydər Əbbasi ilə orada həşr və nəşrim olardı. Ona görə mənim o kişiyə də məxsus bir iradətim vardı. Hətta Təlaidar kitabımı da ona təqdim eləmişəm. Ona görə bəzi vaxt ondan da mən bu cür borc alacağım. رنگ رو و نبض و قاروره بدید هم علاماتش
هم اسبابش شنید. Nəbz, pals demək olar ki, o damarın çırpınmağı, biz ona deyirik nəbzdir. Qarurə də bir dənə şişəymiş ki, qədim zamanlarda azmayış şişəsi, məsələn, azmayışı idrar ya mədfu ki alırmışlar qədim həkimlər, o şişənin içinə tökülmüşlər. Bu şişənin adına deyirlər qarurə. پس رنگ و روح و نبض و قاروره بدید هم علاماتش هم اسبابش شنید. Hər bunun üzünün rənginə, damarın çırpınmağına, əlamətlərinə, səbəblərinə hamısına neynədi? Baxdı. Burada beyni əlamət və səbəb təqribən elə bir təfavuti yoxdur. Yəni ikisi də bir məniyə işlənə bilər. گفت هر دارو که ایشان کردند. گفت kim deyir bu sözü? گفت هر دارو که ایشان کردند آن امارت نیست ویران کردند. Həkim deyir də, həmin o qoca deyir. Baxır ki, görür o kənizəkin vəzinə, deyir ki, hər nə mənə dava ki verilib buna, bunun sağlamlığına köməklik eləməyibdir. Əmarət نیست. Sağlamlıq deyil. Viran kərdən. Dağıdıblar əslən bu. Bu ittifaq düşübdür. بیخبر بودند از حال درون استعیذ الله مما یفترون. Bunlar bunun içəri halətindən xəbərləri yoxdur ki. Bunlar elə fikir eləyiblər, bəlkə bunun barmağı ağrıyır, gözü ağrıyır, qulağı ağrıyır, cəhbi-bəbi neyiblər, onlara dava yazıblar. Bilməyiblər ki, bunun içərisində nə xəbərdir. بیخبر بودند از حال درون استعیذ الله مما یفترون. استعیذو فعل عربیdir da, azədən, yəni pənah gətirmək. Əuzu billahi minəşşeytanir rəcim. Həmin bu kəlmədir. Müntə gedib istifal babına. İstifal babı da ərəbidə, yəni tələb və dərxastda istəmək. Mən Allahdan özümə pənah istəyirəm. Allah mənim dadıma yetişsin. Estəizullah mimma yefturun. Mimma yefturun, yəni o iftira işi buna bağlayıblar. Töhmət işi deyiblər, yalan işi deyiblər. Bunun xoşluğu bu cürdür. دید رنج و کشف شد بر وی نهفت لیک پنهان کرد و با سلطان نگفت. Gördü o həkim, o qoca, dərdi gördü, iş ona oldu əyan. O dərdi gördü. O kənizəkin, o müşkülü ona kamil əyan oldu, aşikar olundu, bilindi ki, nə xəbərdir. Lik şahə etmədi sırrı bəyan. Şah üçün bu sırrı aşmadı. Gizlətdi. Nəhoft deyəndə mənə gizlətdi də. Nəhoftdən gizlətmək. رنجش از سودا و از صفرا نبود بوی هر هیزم پدید آید ز دود. Bunun ağrısı soda və safradan deyildi ki. Soda və safra və bəlğəm və dəm, bunlar 4 dənə o əxlat-ı ərbəə idilər ki, təbb sünnəti və təbb qədim ki, الان da təbb İbn Sinai در واقع bər məhvər o hərəkət edir ki, 4 dənə bizim xəlt varımızdır bədənimizdə ki, biri soyuqluq, biri istilik, biri rütubət, biri yubusət. Bunların tənziminə nə yiyəsən, nə içəsən, neyniyir? Bu cür saman tapır, bu cür şəkli tapır. Ona görə deyir ki, bunun arğısı soğuda və səfradan deyil. Məsələn, səfra artanda nə olurdu? Səfra artanda adamı hisləndirirdi. Bu səhl-i zuzəni ra səfra fuzud. Tarixi Beyhəqidə cəhətdə. Yəni, bu səhl-i zuzəni nədir? Hisləndi burada, səfra fuzud mu? Soğuda artanda nə olurdu? Adam aşıq olurdu. Bu cür artması, azalması hərəsi bir növ insanda arıza yaraldırdı. Ona görə burada ona işarə eləyir ki, rəncəş az soda və az səfra nəbud. Buy hər heyzum pədid ayəd zedud.
odundan nə tüssü qalxsa bilinər ki, o hansı ağaçdandır da məlum olar. Did az zariş kuzar del است. Onun tutulması, onun noxoşluğunu gördü ki, bu əslən ürəkdəndir. Bədənində heç bir şey yoxdur. Tən xoş است و او گرفتار دل است. Bədəni salimdir, amma o ürəkdən noxoşlayıbdır. Bir dənə kitab varımızdır, Mənaqibul Arifin adında, əzizlər. Bu Mənaqibul Arifin demək olar yaxın-tərin kitabdır ki, Mevlana'nın əhvalının barəsində yazılıbdır. Məsələn, bir nəfər gəlib Mevlana'nı görüb, ya bir Məsihi gəlib, ya bir erməni gəlib, Mevlana'nı görəndə Mevlana'ya nə halət əl verib, bundan nə cür danışıb, bazarda yeriyəndə nə cür olub. در واقع سیره عملی مولانا bu kitabda gəlibdir. Mənaqibul Arifin. Bunu yazan da ay Əflakidir. Bəzi hekayətləri burada gətiribdir ki, şayət ağıl onu çox təyid eləməsin, amma hər halda burada yazır ki, o buyun, o iyin irtibatında yazır ki, necə hər tüssü demək olar bir növ'idir ki, oduna dilalət eləyir. Əflaki burada yazır ki, insanın sözü insanın iyidir. İnsanın sözü insandan bir iyidir ki, qalxır və bu sözlə bu neyinir? Tanınır. از بوی نفس او نفس او را معلوم کردن. Bu Mənaqibul Arifindədir. مگر که مشام به علت زکام مسدود گشته باشد. مسام مشام yəni burnun dəlikləri demək olar. Məgər ki o dəlikləri soyuq dəymə o qədər tutubdur ki, bu heç iyi anlamır. Pəs bir insanı ki salimul məzaçdır və bunun bədəni sağlamdır, bu sözdən eləyə bilər insanın iyisini alsın. Ona görə biz görürük ki, hətta Quranda da Muhammed surəsində 30-cu ayədə belə gəlir ki, Ləv nəşəu, əgər biz istəyək, Lə'ərəynəkəhum, biz eləyə bilərik sənə, xitab bir peyğəmbərdir da, kə, əntə, bunlar Quranda hamısı xitab bir peyğəmbər gəlir. Lə'ərəynəkəhum, biz istəsək eləyə bilərik sənə onları görsədək. Göstərək və tanıtdıraq. فَلَعَرَفْتَهُمْ بِسِيمَاهُمْ, onları öz simaları ilə, çehrələri ilə, qiyafələri ilə sənə tanıtdıraq. وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ, onların öz danışıqlarının ləhnində sənə tanıtdıraq. Pəs ləhni danışmaq özü eləyə bilər insanın iynəsini tanıtdırsın ki, Quranda da bu cür gəlibdir. Xob. İndi bir yol Mevlana yavaş-yavaş burada neynir? İstəyir ovucu tutar. Yəni o yerləri ki, Məsnəvidə var ki, Mevlana da ovucu tutur, hekayəti gətirir be surət zəmini, sizə nəql edir, da yavaş-yavaş oradan neynir? Benoyi teykaf elir da qalxır. O qalxan ləhzələrdə mən deyəcəm Məsnəvidə ki, harada ittifaq düşür. Buradan der həqiqət bu beytləri ki, ələn oxuyacağım, orada Mevlana'nın در واقع qalxmasıdır ki, yer üzündən, yerdən ayağını yavaş-yavaş üzür və bizə bir para mənəvi sözlər, mənəvi tikələr və loğmələr təqdim eləyəcəkdir. Aşiqi peydast az zari dil, نیست بیماری چو بیماری دل. علت عاشق ز علتها جداست، عشق استرلاب اسرار خداست. هرچه گویم عشق را شرح و بیان، چون به عشق آیم خجل مانم از آن. گرچه تفسیر زبان روشنگر است، لیک عشق بی زبان روشنتر است. چون قلم اندر نوشتن می شتافت، چون به عشق آمد قلم بر خود شکافت.
عقل در شرحش چون خر در گل بخفت. شرح عشق و عاشقی هم عشق گفت. آفتاب آمد دلیل آفتاب، گر دلیلت باید از وی رو متاب. پس عاشقی پیداست از زاری دل، نیست بیماری چو بیماری dil. Mevlana deyir ki, aşıq olmaq ürəkdən qalxacaqdır. Bədənin burada heç bir nəqşi olmayacaqdır. Ta zamanı ki sənin ürəyin sancılmaya, ta zamanı ki sənin ürəyin xoşlamasa və aşıqi orada ittifaq düşməyəcəkdir. علت عاشق ز علت ها جداست. علت burada به معنای علت معلول فلسفه دایر، بلکه علت به معنای علی بودن، یعنی خستگی و ناخوشلوخت o معنیت. به معنای علت فلسفه دایر. علت عاشق، عاشقin naxoşluğu, mərz olması və xəstəliyi məmuli illətlərdən və naxoşluqlardan ayrıdır. Bundan fərq edir. Eşq usturlab əsrar xudaست. Usturlab bir dənə əbzarımış ki, برای اینکه ulduzların aşağı yuxarısını bunlar əndazə tutsunlar, qədim tebbidə bundan nə etmişlər? İstifadə etmişlər də. Neçə dənə səfhəmiş ki, hətta bəzi vaxt bundan eləyə bilirmişlər ki, taliyi də oxusunlar. Ona görə Mevlana deyir ki, eşq usturlab əsrar xudaست. Biz bu usturlabla nə edirik? Allahın sırlarını biz kəşf edirik. Mən eşq barəsində Mevlana'nın nəzərini çoxlu sizə anlatmalıyam. Ona görə mən icazə istəyirəm ki, bir neçə dəqiqədə bu mövriddə danışım və yavaş-yavaş söhbətlərimizi qurtaraq. Qəzzali İhya-Ulum kitabında belə yazır ki, eşq nəhayətdə bunun bir dənə mənşə ilahisi olacaq. Siz eşqi hər hardan başlayasınız. Zəminidən də başlasaz, bu nə edəcəkdir? Sizi به سمت الهی و الهی بودن چشم aparacaqdır. Aşıqi gərzin sər o gərzan sər است. عاقبت ما را بدان شه rəhbər است. Bu həman sözdür ki, Məsnəvinin özündə də yazılıbdır. Ümumi orafalarımız buna etiqadları vardır ki, biz eləyənməyəcək eşqi tərifləyək. Yəni bir əgər Russell deydi ki, betedad filsufan bizim tərifi az fəlsəfə varımızdır. Biz eləyə bilərik burada deyək, betedad aşiqan aləm tərifi az eşq varımızdır. Pəs çox buna özümüzü bağlamayaq ki, hətmən bir dənə bundan bir tərifi verək ki, bu tərifdə hamı neynəsin, ittifaq nəzər olsun. Bir xatirə bu ki, bunun damanəsi çox göstərdədir. Xod Mevlana Məsnəvdə və Divan Şəmsidə 2500 dəfə bu kələməyə neyinir? İşarə edir. 2500 dəfə. Ya be surəti sərih, ya be surəti pənhan buna işarə edir. Özü də etiraf edir də ki, mən bundan ki danışıram, belə çox azaraq danışıram. Eləyəmirəm o cür ki, haqqı mətləbdir, onu əda eləyəm. Gərberizi bəhr را در کوزه‌ای چند گنجد قسمت یک روزه‌ای. Sən dəryanı tökəsən şüzənin içinə nə qədər yerləşəcəkdir? O qisməti ki, onun əndazəsidir. Pəs eşqi də deyim, mən vaxtı sizə təvsif eləyəcəm. Eyni öcürdür ki, bir dərya neyniyib tökülübdür bir dənə şüzənin içinə. Bir dənə bizim ariflərimizdən vardı, be namı Səmnun. Səmnun Arif eşqin barəsində belə deyir ki, biz hər şey istəyək tərifləyək, tərifə gətirək, o şeylə tərifə gətiririk ki, o bundan rəqiqtər və lətiftər və aşinatər və məruftər olsun. Biz istəyək bir şey tərifləyək, gərək bir şeylə tərifləyək ki, o bizə çox ondan açıqtər olsun da, ondan tərifləyək.
Ona görə deyir ki, eşqdən lətiflər və rəqiqlər bir pədidəyi aləmdə yoxdur. Ona görə biz bunu tərifləyənmirik. Xob. Bizim İslami mütəkəllimlərimiz də eşqi bir növ iradə və tələb görürlər ki, insan həmişə در حال طلب کردن و bir şeyi istəməkdədirlər. Bunun dənə cövhərəsidir. Deyir ki, اگر تو یار نداری چرا طلب نکنی و اگر به یار رسیدی چرا طرب نکنی به کاهلی بنشین که این عجب کاریست عجب تویی که هوای آن عجب نکنی. پس bunun cövhərəsi və qovhərəsi nə mənadır? Bir növ tələb kərdən və istəməkdir. Vaje məhəbbət də bundan irtibaddadır. Bundan asılıdır, yəni eşqinə. Bir tədad bizim ariflərimizin etiqadı budur ki, hər nə qədər məhəbbət aşır və daşır, biz onun adını eşq qoyuruq. İşqalı da yoxdur. Məhəbbəti ki, çoxtər olur. Məhəbbəti ki, hesabı kitaba gəlmir, bunun adı həman eşqidir. Məhəbbət bir dənə Qur'anı vacədir ki, Qur'anda da bir dəfə gəlibdir. O da Taha surəsində 39-cu ayədə belə gəlibdir ki, xitab be Musaya Allah buyurur ki, və əlqəytu ələykə məhəbbətən minni. Əlqəytu ələykə məhəbbətən minni. Mən xalqın içində və millətin içində mənim məhəbbətimi yaratmışam ki, və bu da xalqın ürəyinə salmışam ki, xalq neynəsin? Səni çox istəsin və məni də çox istəsin. Pəs bənabərin دوست داشتن تو را از سوی خود در دل مردم القا کردم. Sənin istəməyi mənim tərəfimdən millətin ürəyində mən neynəmişəm? Yaratmışam. Bəzi vaxt baxanda görürsünüz ki, bizim orafalarımız, əzizlərimiz, biz yaşayışımızda görürsünüz ki, çoxlu rəftarlarımıza baxanda görürük ki, bizim rəftarlarımız amize-i az şirkdir. Rəftarlarımızda bir növ şirk gətiririk. Məsələn, puldur, servətdir, qudrətdir. Yaxşı, bunlar nə mənədirlər? Şərik olurlar bizimlə. Və der nəticə biz bunlara üz gətiririk, öz müşküllərimizi aşmaq üçün. Bizim orafalarımız bir məsirdən gediblər ki, mən bəzi vaxt buna düşünəndə görürəm ki, bunlar o qədər məhəbbətə, o qədər təkid ediblər eşqə ki, bir dənə ürəkdə fəqət bir dənə məhəbbət otura bilər. Yəni, bu teori ilə bunlar belə qabağa gediblər ki, bu ürəkdə fəqət Allaha saxlasınlar. Ayrı adamı gətirib o ürəyə salmasınlar. Çünki ayrı adam gəlib o ürəyin içinə girəndə hər ləhsə mümkündür ki, neynəsin şirkə, neynəsin doçar olsun. Ona görə biz Peyğəmbərdən rivayət varımızdır ki, buyurur ki, mən ümmətimə şirki xəfidən qorxuram. Eyni bir dənə gecədə qaranlıq necə gəlir, eyni özür gəlib bunların ürəklərini alacaqdır. O rəfa gedirdilər, o cür teori edirdilər ki, o şirklə neynəsində mübarizə eləsin. Ona görə vaxtı siz baxsız, görürsünüz, deyir ki, Ənə mən əhva. Mən kiməm? Mən o adamam ki, ona eşq çatdırmışam. Və mən əhva ənə. Məşuq kimdir? O da mənəm. Nəhnu ruhan, hələlna bədənə. Biz iki dənə ruhuq bir dənə bədəndə. Fəizə əbsərtəni, əbsərtəhu. Mənə baxsan, onu görərsən. İzə əbsərtəhu, əbsərtənə. Ona baxsan, məni görərsən. Bu həmandır ki, siz Sədinin də sözlərində görürsünüz. Bu həmandır ki, Məsnəvidə görürsünüz. Danədan əqli ki, o dil roşəniست. در میان لیلی و من فرق نیست. O adamda ki ağıl var, Məcnunun sözüdür. Deyir, o adamda ki ağıl var, Məcnun deyir. Bilər ki, mənlə Leylinin məsələn fərqi yoxdur. Mən kiyəm? Leyla. Leyla kiyist? Mən. Ma yeki ruhi mən در دو بدن. Mənim Məcnun kimdir? Leyladır. Leyla kimdir? Mənəm. Biz ikimiz bir dənə ruh iki bədəndə can گرگان و سگان از هم جداست متحد canهای şiran xudaست. Bu canavarlarla, qurtlarla itlərin canları bir-birindən ayrıdır. Şirlərin canları ki bir-birindən ayrı deyil. Bunlar müttəhiddirlər.
Pəs eşqin bir para əlamətləri vardı, bir para nişanələri vardı, səbəbləri vardı, vijyegiləri vardı, şaxisləri vardı. Mən inşallah onları gələn cələsədə sizin xidmətinizə ərz eləyəcəyəm. Mən bir xatirə bu ki, əvvəl cələsədir və siz növ klasımızla tanış olasınız. Mən sözlərimi axıra aparıram və sözlərimi qutarıram bu cələsədə. Əgər əzizlərin xassı bir söhbəti vardı və sualı vardı, eləyə bilərlər. Burada tərh eləyələr və mən də sizin sözlərinizdən faydalanıram. Məmnunam. Bəli. Xeyr, Məsnəvinin yazılması o cür olmayıbdı. Elə ki, şəms qeyb olur və Mevlana به خاطر o dilbəstəliyi ki, şəmsə var idi, برای اینکه bu xələni doldursun, bir para muridləri ilə rabitəsi çox səmimanə oldu. Min cümlə Salahuddin Çələpi Urməvi. Bu Salahuddin Çələpi Urməvi bir şəxs idi ki, Mevlana'nı çox-çox istəyərdi və bunların xanivadəsi Ürmiyyə, həman Urməvi Ürmiyyə qeydir. Orada gəlir Mevlana'ya deyir ki, در مکتبخانه ها کتب عطار و سنایی تدریس شود، خوشتر آن باشد که سرور ما نیز در این باب kitabi نگارند. Deyir ki, məktəbxanalarda əttarın və sənayinin kitablarını tədris edirlər. Yaxşı budur ki, bizim Həzrət Xudavəndigar Mevlana da bu zəminədə bir kitabı yazsın ta burada neynəsin, tədris olunsun. Mevlana deyir ki, o əbasından ya qəbasından bir kağız çıxaldır, 18 beyt əvvəl məsnəvi çıxaldır, buna verdi. Xod neyiz dərin feyr budəm. Mən özüm də bu düşüncəkdə var idim ki, belə bir iş görülsün. Buna verir və deyir ki, sonra sən mənim dalımca gəl və bunları məndən yazsın. Cöz o 18 beyti ki, məsnəvinin başlanışında olubdur, Mevlana özü heç vaxt dəst və qələm olmayıbdır və yazmayıbdır. Məsnəvini hər yerdə mürəttəb təlqin və ilqə elirdi və deyirdi, şagirdlər ki, umumən Hüsamuddin Çələpi idilər, Mevlana'nın yanındaydılar, mürəttəb bunları yazırdılar. Bəzi vaxt bu məcalis elə uzanırdı ki, gecə ta sübhə qədər bu məcalis idamə tapırdı. Sobh şud, ey sobh ra puşt و پناه عذر مخدومی Hüsamuddin بخوا. Özünə deyir. Mevlana deyir, sən nə qəd danışacaqsan, nə qəd deyirsən yazasan. Sübh oldu axı. Hüsamuddinin üzrünü istəyirəm. Kişi yoruldu yazmaqdan. Uzr məxdumi Hüsamuddin بخوا. Yaxşı, hətta hamama gedəndə də birdən Hüsamuddin Mevlana'nı ötürmürdü ki, burada da bir sözlər deyəcək və mən bunu neyəcəm? Yazacaq. Ona görə məsnəvinin yazması bu halətdə olubdur. Və göz dəftəri əvvəl tamami dəfatır, dovom, sevvom, çarrum, pəncüm, şişom dəftərlər hamısı xitab Hüsamuddindirlər. Yəni, baxsaz, mən bundan üçün qabaqçı söhbətdə də işarə eləmişəm, buna heç vaxt işarə eləmirəm ki, Mevlana əvvəl elə Hüsamuddin'dən başlayır və bunu neyini bir tərif o təmcidi eləyir. Bundan çox qabağa getmir. Buna görə qabağa getmir ki, qutulur da klas. 9:30-daydı da, beyvaxt gəlibsən. Gəl otur da. Çox tərif o təmcid eləyir. Deyir ki, sən bəzi vaxt özümə icazə vermirəm ki, səni çox tərifləyəm. Bərabər ki, bir para muridlər oturublar burada və əgər özümə bu icazəni versəm ki, sizi çox tərifləsəm, orada mümkündür ki, səni bir xətərati təhdid eləsin. Qəsd kərdəstəndin
گلپاره ها تا بپوشانند خورشید تو را. Sənin günəşivi bir para gelpara insanlar çalışırlar ki, xamuş eləsinlər və mən istəmirəm ki, o ittifaq düşsün. ای دریغا رهزنان بنشستند صد گره زیر زبانم بستند. Yol kəsən insanlar deyir, çoxları oturublar bu məclisdə. Ona görə 1000 dənə düyün bağlayıblar mənim dilimə. Mən istəmirəm ki, onları açam və səni tərifləyəm. Mədh to heyf است با زندانیان گویم اندر محفل روحانیان. Səni tərifləmək heyfdir ki, mən zindanilərlə deyəm. Səni mən gələn ruhanilərin, mənəvi insanların içində mən səni tərifləyəm. Dokuz yarımda başlaydı da, axırına gəldiniz. Tutarıq da. Sual cavabdır. Xoş. Tamam deyil. Sualı yoxdur. Bizim gələn həftə klasımız olmayacaqdır. O birisi həftə, Döşənbə günü saat 9:30-da umri baq olsa, bu yerdə biz klasımızı başlayacağıq. Bu klasa saat klas salanmazlar axı. Son bu klas fərhəngi klasdır da. Cəh salmayarlar. Axı qədimul əyyamdan şeir sahəti bir sahətidir ki, bunu çoxları özlərini münezzəh görürdülər. Yəni çalışırdılar ki, ətəklərini buradan çəksinlər eşiyə, çox şeirlə özlərini tanıtdırmasınlar. Amma çün şeirdə bir qudrəti var, bir hegemoni var ki, onun əlindən qutulmaq çox-çox çətindir. Ona görə görürsən ki, elə İslam təməddününə baxanda da böyük alimlər, böyük ariflər, böyük həkimlər bunların hamısının şeirləri olurdu. Göz Peyğəmbərin özü ki, heç vaxt şeir oxumazdı, əgər istəsəydi şeir oxusun, şeirin vəznini sındırardı, oxuyardı. Gəlsəz biraz əşalıqda, orada görürsünüz ki, xuləfanın özü bir-bə-bir, xud Həzrət Əliyin özü, bunlar xud İmaman, bəd, hükəmay əsr, bunlar hamısı şeirə neynirlər, üz gətirirlər. Nəhcü Bəlağənin özündə baxsaz, görərsiniz ki, yer vardı xutbələrdə Həzrət istişhad eləyir şairan cahili ərəbə. O şeirləri ki, İslamdan qabaq rayic idi və şayi idi və yayılmışdı kollə şəbə cəziri Ərəbistanda. Həkimanə şeirləridir. Neynir, ona üz gətirir və ondan xutbələrdə istifadə edir. Hətta bundan soruşurlar ki, sən kimi əşəri şüərayı ərəb tanıyırsan? Gəllə sual soruşurlar. Bu sualı xəlifə-i dovumdan da soruşurlar, Həzrət Əlidən də soruşurlar. Deyir ki, ləm yəcrəu ələ hulbətin vahidə. Bunlar bir səbkidə, bir məsirdə getməyiblər. Mən əgər istəyəm sizə intixab eləyəm, əgər məcbur olam ki, bir şairi sizə seçəm və bunların içində tanıtdıram, mutmainnən mən Əl-Məlik-ü-Zellil, mən bunu sizə deyəcəm. Məlik-ü-Zellil ləqəb Emrul Qeysidir və vaqəən də cözü o şüərayı buzurg dövrani cahili ərəbdir. O qədr quvve-i xiyal bu şairdə qudrətlidir. Şairi ki, tac-ı təxtini əldən verir, bir xatir şeir və vaquzar elir şeirə xatir və bir növ tədayi məanidir da ki, Həzrət Əli ilə o şairin arasında olur. Ona görə bir təbiri Hegel ki, deyir ki, şeir bir dənə ərsələrdəndir ki, orada həqiqət kəşf ola bilər. Pəs bənabərin bu pəhnədə, bu ərsədən çalışıblar ki, çoxlu həkimlər və filsuflar istifadə eləsin.
Molla Sadray Şirazının şeiri olub, İbn Sina'nın şeiri olubdur, Mir Damadın şeiri olubdur. Yaxınlıqlarda da görsəz, xud Həzrət İmamın, Maqam Muazzam rəhbərinin, bunların hamısının şeirləri olub və bu əbzardan və bu hünər bəşəridən bunlar nə ediblər? Həmişə istifadə ediblər. Amma çون fuqahay o dövrən çalışırdılar ki, damən şeirdən həmişə özlərini uzaq saxlasınlar. Çون bunlar əhkam şər'i sadir eləyərdilər. Bunlar fətavay şər'i verərdilər. Ona görə nə edilər? Bir miqdar şeirdən fasılə açırdılar. O xanedani ki, xanedanı Mevlana da bir xanedan fiqhidir da. Sa'din özü məsələn. همه قبیله من عالمان دین بودند مرا معلم عشق تو şairi آموخت. Sa'dinin içidir. Bizim tamam xanavadəmiz hamısı uləma-i din idilər, hamısı ruhani idilər, axund idilər, bunlar bu cür idilər. Mən bunların içindən istisna çıxdım, gəldim, şair oldum. Mən də bir xatirə bu ki, aşiq oldum Sa'din. Mərə o müəllim eşqi tu şairiyam. Və çون Mevlana'da ki, müəllim eşqi به نام şəms var idi, bu şəms neynir? Bunda o qovhərəni və o cövhərəni və o qaynağın ağzını açır və Mevlana coşur da, o şeirlər neynir? در واقع çıxır. Şeir Mevlana'ya da məmul şeirlə gərək baxmayasınız. Məsələn, Mevlana'nın şeiri Fərruxi o, Unsuri o, Ənvəri o, bu şeirlərdə deyil ki, Mevlana'nın şeirlərini siz gərək در واقع bir düşüncələri görəsiniz, bir teoriləri görəsiniz ki, qalib vəznə gəlib çatır. Özü bəzi vaxt bundan əslən çox narahatdır, çox cileylidir. Deyir ki, axı bu şeir gəlib mənim ələyağımı bağlayıb. Mən əgər bu şeir olmasaydı, siz bilmirsiniz ki, mən haralar çata bilir. Rəstəm az in beyt و غزل ای شه سلطان ازل مفتیلون مفتیلون کشت مرا قافیه و مغلطه را گو همه سیلاب ببر کوفت بود در خور مغز şuara. Bunlar mənim ələyağımı bağlayıb. Hətta bunlar olmasaydı mən çoxtar eləyə bilərdim o ucu tutan. با همه با احوال özü deydi da ki harf و لفظ و صوت را بر هم زنم تا که به این هر سه با تو دم زنم کیف یأتی النظم لی والقافیه بعد ما ضاعت اصول العافیه. وقتی که məndə usul العافیه yoxdur və mən özümə sahib deyirəm, siz burada məndən nə qafiyə axtarırsınız və nə şeiri axtarırsınız. Bunların hamısını vuracam bir-birinə ki mən məhbubunam və məşuqunam, danışa biləm. Ona görə mən bu cür eləyə bildim sənin sualıma cavab verəm. Xub, bir salavatla qutaraq.